amma çox yaxşı da bir şey deyil. Çünki sıfırdan başlamaq insanların səhvlərdən başlamağına səbəb olmur. Səhvdən başlamaq daha yaxşıdır, nəinki sıfırdan başlamaq. Çünki sıfırdan başlamaq insana heç bir şey öyrətmir. Sıfırdan başladığında səhvləri aldığında, səhvlər qabağınıza çıxdığında o səhvlərdən əsas öyrənəcəklərinizdir. Məsələn, burada mənim bir təcrübəm elmi məqalə ilə bağlı bölüşmək istəyirəm. Elmi məqalədə mən elədiyim şeylərdə bug çıxırdı, proqramçılar bilir, bug, debug. Hər dəfə eləyirdim, yoxluyordum, yenə dəyişmirdi, nəticə eyni qalırdı. Amma təbii ki, aylarımı aldı bu mənim və bu aylarımı alındıqdan sonra isə əsas mənim əldə etdiyim əlimdə nəticə deyildi, nəticədən öyrəndiyim idi. Yəni səhvlərdən dərs çıxardım, yəni səhvlərdən öyrəndim. Yəni nəsə əldə etmək, uğur, bayaq da bəyin dediyi kimi, uğur xəstəliyinə daha çox aparır. Yəni uğurlu asılı olmaq lazım deyil, uğurdan olan səhvlərdən, uğura gətirəcək səhvlərdən nəticə çıxarmaq lazımdır. Və burada əsasən uğursuzluq nə deməkdir? Məlumat deməkdir. Yəni uğursuzluqdan əldə olunan ən böyük qalibiyyət orada əldə olunan təcrübədir. Əslində yol addımlarla başlayır, amma yeni bir başlanğıc da addımın əvvəlidir. Burada mən özüm proqramçı olduğum üçün AI ilə bağlı onların algoritmlərini qurduğum üçün bunu əlaqələndirmək istəyirdim. Məsələn, gradient descent deyə bir şey var süni intellektdə. Daha çox model özünün xətasını düzəldir və özünü öyrənməyə başlayır. Məsələn, loss function var, yəni xətanı ölçür, istiqaməti tapır, parametrlərlə tənzimlənir və iterasiyanı davam edir. Yəni xətanı sıfırlayana qədər döngüdə davam edir və xəta sıfırlananda isə artıq o nəticəni özü əldə edir, nəticə özü gəlir, yəni o nəticəyə doğru getmir. Sonra, burada insanlar sistemləri fərqi göstərmək istəyirəm. İnsanlarda bir fərq olur ki, səhvlərdən qorxurlar, səhv eləmək istəyəndə utancaqlıq hissi olur. Amma bu utancaqlıq hissi daha çox onları daha çox uçuruma aparacaq. Dayanırlar, əl çəkirlər, yəni məğlubiyyət qorxusu daha çox yaşayırlar. Amma sistemlərdə isə elə deyil, daha çox məğlubiyyət tərəfindən öyrəndikləri nəticələri göstərirlər. Sistemlərin ortaya çıxartdığı isə 90% nəticəli səhvlərin nəticələridir. Burada mən özüm Yaponiyada təhsil aldığım üçün Kaizen fəlsəfəsi ilə əlaqələndirmək istəyirdim. Kaizen nə deməkdir? Kai 2-yə ayrılır. Kaizen, yəni dəyişiklik və yaxşılaşma. Dəyişiklik o deməkdir ki, yəni daim öz səhvlərindən nəticə çıxarmaq, daim təkmilləşdirmək, çatışmazlığı qəbul edərək həqiqətləri görmək. Burada isə ən böyük güc isə özünü görmək olmalıdır. Əsasən mən elmi layihədə elədiyim kvant algoritmaları ilə insan DNT analizini praktik elədim və onu Research Square-də yayınladım və bununla bağlı da mənə elmi tədqiqatçı olaraq asanhub.org-da da yayınladılar. Və bu, bayaq dediyim kimi, əldə elədiyim yenə uğur və ya bir şey deyildi, səhvlərdən öyrəndiklərim idi. Və mənim bir layihəm də var. İnnovasiya ilə əlaqəli atbazar.io yazsa saytda çıxar və Atbazar bu yaxınlarda Startup 4.school-a qəbul oldu. İnşallah orada davam edəcək və akselerasiya proqramlarına davam eləmək. Və mən bu layihəni hazırlayanda da innovasiya sahəsində də yenə eyni AI-da olan gradient descent-i tətbiq elədim. Məsələn, ilk başladığımda mən bu layihəni quranda heç bir təcrübəm yox idi və WordPress-də qurdum. Yəni, baxaraq, öyrənərək vaxtımı aldı. Amma yenə də WordPress developerlərin belə bilmədiyi bir şeylərə gəldi, çıxdı, öyrəndiklərim oldu. Və hətta onlar dedilər ki, yəni daha çox şey öyrənmirsən və hər səhv öyrənmək üçün bir addımdır, yəni bir mərhələdir. Əsasən özünüzə sual vermək lazımdır ki, bir layihədən, yəni bir hədəfdən nə vaxt əl çəkirsiniz, niyə əl çəkirsiniz və ya nə vaxt qorxmusunuz və yaxud səhv etməkdən, itirilməkdən və uğursuzluğa baxışınız nədir? Əsas köklü problem nədir? Uğursuzluğa baxış daha çox müsbət olmalıdır. Mənfi olduqda isə daha çox məğlubiyyətlərə gətirib çıxaracaq. Və burada yenə ən sonda sonlandırmaq istəyirdim ki,
səhvdən deyil, sıfırdan başlar. Mükəmməllik heç bir zaman olmayıb, olmayacaq da. Mükəmməlliyi gözləmək lazımdır. Mükəmməl yalnız bizi yaradan varlıq Allahdır. Ona görə insan hər zaman xəta edib, xəta edəcəkdir. Xəta etmək peyğəmbərlərə belə məxsusdursa, peyğəmbər olmayanlara belə məxsus olmamağı absurddur. Ona görə də səhv etmək hüququmuzdan istifadə edin və bu əslində səhv etmək hüququ sizi daha çox nəticəyə, yaxşı nəticələr əldə edəcəksiniz və bu da sizi güclü, qüdrətli edəcək. Təşəkkür edirəm.